Bax halayı, bax. Bileyim var. Odunandır. Odun. 200 yaxından tanış edirəm. Bax, baxın, çox az. Laçmanda o qədər belə ilan çıxsa qabağıma, belə bıçaqlayacaq ilanı. Canım əmim. Məndən həmişə fəxrləndim. Qaymatdan çöldən yer. Tutmayın. Ay oğluma görə nələr baxş edəcəm. Bu balaydı. Birinci aparaq Şahin yesin. Vaxtınız xeyir olsun. Yenə gedirəm çölə. Bu dəfədən yığmağa gedirəm. Bu dəfə gedirəm qaytaran yığmağa. Yolda da Arif əmmi götürəcəm. Su qablarını götürdüm. Yaxşı su olsa hardasa, su ölçənim də var da, pH-ı. Götürüb suyu da gətirəcəm içməyə. Deməli, avtomobilimizə mindik, kəmərimizi taxdıq. Bura kəndimizin məscididir. Yollarımız biraz pisdir, ona görə belə çəkilir. Deyərsiniz, bəlkə keyfimizdən belə eləyirik. Yox, yollar yaxşı deyil. Nətərsən? Sağ ol. Məşhur olassan axırı. Geçeyim. Hə. Axırı bir şey olacaq da. İnşallah. Oldu, görüşəlim. O da Şakir idi. Əmmin oğludur. Yaxşı keçilər o. Keçi südü də olur kənddə. Səxavətdə yaxşı keçi südü olur. Salam əmi oğlum. Sən düşmə, sən axsaq qalmısın. Əmim buradadır. Mənim gözəl əmim buradadır. Bir əmmi götürüm. Gedək. Oymuş. Nə var? Keyfin halı. Arif əmmi götürdüm, indi gedim. Alim deyir ki, bir dənə maşında yorulmaz, deyirəm, kim olsa yuxarı başı sevilir, zarı kimi. Geri qaytaran yıxmalı. Hara gedək? Dağların köhnə belə tarixçəsini yazan. Qaytaran həm bu Xanağa tərəfdə də var. Badamlıq deyilən bir ərazi var, orada da olur. Amma indi oranın vaxtı keçər mənə gəlir. Keçər mən. Amma ən yaxşısı Qazancı körpüsünün yanından. Oranı bilirim. Sən Şum söydə tərəf gedəndə orada bir tövür damısı qaytaran. İlan zat da qəşi olar. Orada mən görürüm. İlan olsa alimlikdir. Qorma, mən orada. Bu arada alim bir boğulumdur. Yaşına da ilanla durdusa söhbət yaratmayacaq. Ərazi onun. Hədə. Biz yerik onun məkanına. Ayaq olmaq lazım. Ayağımızın altına baxaq. Dostlar, yeri gəlmişkən məlumat üçün bildirim. Sağ tərəfdə axan Bənəniyər kanalıdır. Bənəniyər gölünün su təminatı eləməsi oradan olur. Kənd Göydərə kəndidir. Eramızdan əvvəl yaranıb kəndimiz və Pulovu dağı, Gerni dağı və Gerni dağın ətəyində yerləşən Göydərə kəndidir. Qarşıda görsənən bu möhtəşəm və öz füsunkar gözəlliyi ilə bizi cəlb edən isə Əlincə qalasıdır. Əslində çox gözəl yerlərimiz var. Yavaş-yavaş göstərəcəyik. Qarşı tərəfdə gördüyümüz o kənd Xoçeşindir. Bu isə Əlincə kəndidir. Əlincə qalasının qoynunda yerləşir. Əvvəllər yuxarı kəndlərdə olur. Sonradan kənd köçürülüb eləməz bu ərazi. Gördüyünüz dağ İlanlı dağdır. 2800 metr hündürlüyündədir. Amma ən əsası odur ki, bu isə Əlincə qalasıdır. Əlincə qalası Teymur Ləngin müasirəsində 14 il qalıbdır. Böyük bir tarixi vardır. Vaxt elib bir gün Əlincə muzeyində eləməz Əlincə qalası haqqında geniş məlumat verəcəm. Gördüyünüz yüksək sıldırımlı bir qayadır. Düz üstündə kameraya düşə bilirmi şey? O qala görsənirmi? Qala yuxarıda bilmirəm, səhv etmirəm. 10.000 nərdivandır, yoxsa neçə ki o qalaya çıxmaq üçün. Yalnız və yalnız bu qalanın iki yuxarı çıxmaq üçün yolu vardı. Bir bu tərəf, biri digər tərəf. Teymurun oğlu Miran Şah eləməz burada dünyasını dəyişmişdir. Yəni Əlincə qalası haqqında geniş mövzu var. Bunu ən yaxşısı bir dəfə Əlincə qalasına çıxıb o haqda sizə ətraflı məlumat verəcəm. İndi isə vaxt itirmirik. Gedirik hara?
Qaytaran yığın. Yol kənarında belə bir yer gördüm. Əlincə qalasın qoynunda. Necəsiz? Keyfiniz, əhvalınız necədir? Hoş gəlmisiniz, səfa gətirmisiniz. Sağ Sağ olun, minnətdaram. Var olun. Necəsiz? Allah Necə razı olsun. gedişləriniz? Hər şey yaxşıdır, Yol salamatçılıqdır. üstü dedim bir baxım görüm neyiniz. Gedirəm sağ ol. qaydanda girəm. Qəşəng Əlincə qalasın qoynunda. Bax bu gözəl bir şərait yaradılıb ki, əl yumaq yeri var, görürsünüz. Əsas budur. Burada əyləşmək üçün stul var. Qaydanda çayını içəcəyik bə. Əlincə bölgəsindən keçəndə mütləq burada əylənin. Dayanın. Bu dağların qoynundan damla göydən tökən o su var. Gəlir bu dağların qoynunda gözəl bulağa çevrilir. Bu bulaqdan gözəl çay qoyulur. Bu bir. İkincisi, deməli mən buraya ilk dəfədir gəlirəm. Gözəl qardaşımız qazidir. Allah ona bərəkətli ömür versin. Vətən uğrunda müharibədə iştirak edir və eyni zamanda da qazidir. Burada şərait yaradır. Bax, səmavar çayı. Ailənizlə gələ bilərsiniz. Beşə bax, təndiri. İsti kətəsi. Gəlin buraya var. Gəlin görün. Amma Gözəllik burada. Vay. Gözəllik Bu burada. nədir? Bu nədir? Kəndirin arxası çıxıb hala. Bax halayı, bax. Birin yeyim var lan. Yox, yemək yemişəm. Kəsin en azından Qoy bir bu içini kəsilmi, yox. Yox, elə bunu Bismillah. çörəyimizi İçində kəsin. nə var? İçində deməli kirişdir və digər Bismillah. göy kətələrdə ondan tam adlarını Buradan bilmirəm. otlardan yığırlar. Otlardan, ancaq Bismillah. dağın otlardan. Dadına baxıram dostlar. Bismillah. Həqiqətən nədir onu da deyin. Heç bir tərif istəmirəm. Valla gözəldir. Nə deyə bilərəm? Mükəmməl dada malikdir. Mən belə deyirəm qardaş. Bunu mən şirinlik verirəm. Sağ olun. Allah malınıza, Ha. mülkünüzə bərəkət Allah versin. razı olsun, Allah bismillah. qazancınızı xoş günlərə, Allah gözəl razı- günlərə, Sağ olun. övladlarının xoş gününə Bu da xərcləmək. təndirdir. Yəni isti olar aman günüdür. Bax, hə, odunla. Odunla. Bizdə qaz yoxdur. Demək Hər şey belə orman. eləyəcəm. Sabah, bəli, gəlirəm burada, İnşallah. xəmiri yoğuruq, Bəli, bəli. özüm bir kətə yapacağam. Bu çox gözəl. Oha. Gözümüz boş üstə. Yoxmu ki? Sabah göyərtdən xəmiri hazırlayırsan. Bizim oflağımız burada, xəmirimiz burada. Tamam, bəs sana. İfidə deyirlər də buna. Ha, Düzdürmü? ha. Hə. Lavaş da İfidəmiz yaparız. burada. Lavaş da yapar. Bismillah, sevil, al bax günətdən. Hə. Mən kətədən hərəsinə birini götürürəm. Amma xahiş edirəm evə də gətirək. Qaydacam. Qaydanda gəlin. Qaydanda gələcəm. İnşallah. Sən qucaqlayın. Allah sənə Sağ olun. bərəkətli Var ömür olasın. versin. Allah Dostlar, razı olsun sizdən. Mən qaytarana gəlirəm, amma qaydanda çayını içəcəm. Gözüm üstə. Çayımız da Yaxşı. çox gözəldir. Hə? Sırf dağların otlarındandır burada çay. Həm də ki qəşəng dadlı, gözəldir. Bravo. İçəcəksiniz, dadını görəcəksiniz. İnşallah. Oldu. var. Sağ ol, Sağ olun, görüşərik. Sağ ol. minnətdaram, var olasın. Sağ Sağ ol, olun. sən götürmədin. Bunu Bilirsən. bilməm belə. Videolarına baxmaq istəmirəm. Yox, yolda deyərsən atama niyə deyir. Yox, bax. Gəl, əlimi qaytarma. Bəs, bəs. Götür, yeyəcəklər. Qaydacam, yox, yox, bəs. Alacam. Çöldə xoş gəlin. Deyəcəklər ki, 5 manat, 10 manat, 20 manat pul verib bir Yox, sürü o kətə. pul sizin bizə verdiyiniz Ha, bu- bərəkətli. Bu da bizim çörəyimizdir. O şirinlik Şişkin verir. çörəyin kəsə. Neçədir qiyməti? 1 manat 50 qəpik. 1 manat 50 qəpiyə. Şəhərdən yığışın, gəlin bura, oturun çayınızı. Çay neçədir? Çay 5 manatdır. 5 manat çay, kətə. Yeyin də tənə istəyir. Al, alim. Sağ ol. Dostlar, kətəmizi əmə Ya, ala. düzdür. Beləliklə, əsnafa dəstək olmaq lazımdır. Hamıya dəstək olmaq lazımdır, əlimizdən gəldiyi qədər. Yolumuza davam edirik, kətəmizi yeyə-yeyə. Bizim Bakıdan bir yoldaş var. Ondan Hacı yanı. Daha bura Qazancı körpüsünə yol dönür. Burada Qazancı kəndinin mərkəzidir. Daha bax belə. Deməli dostlar, hal-hazırda olduğum yer 17-ci əsrə aid olan Qazancı körpüsüdür. Bu körpü sonradan rəssamlaşma olub, yəni təmir olunub və bu şəkildədir. İllərin 3 əsri, 4 əsrin körpü.
hatta su çıxır. İstədim suyun keyfiyyət göstəricisi yox. Bismillah. Oyda 227. Demək çaydan su qatılır buna. Getdik. Niyə də bu körpünü yaxından sizə göstərməyim deyə düşündüm. Avtomobili saxladım, sizi körpü ilə yaxından tanış edirəm. Həmin minən yol geri, mən indi qaçıram ora-bura, o maşın. Qarşıdakı kollektiv xahiş elədi ki, bəs biz yemək pişirmişik. Gəlin bir dadına baxın. Mən dedim, heç nədən, bax deyirsiniz, baxarım. Deyir, bozpört eləmişik, görüm nədir. Abi biz şey posteri belə dedi bağışa Görək nə? Bax, bax, bax. Gəl məni ye deyir, ye. Nə tər bozdu dadı. Bax, gözəl. Baxdım, gözəl görsən, amma indi dadına baxmalıyım. Qazına bir dənə zəhmət dadım, amma qaşığımız yoxdur bunun. Hə, da çölçülükdür da. Orada çörək biliyorsun. Bir daha çörək ver, partıracam bəs. Çörək ver. Çörək belə nə olsun o? Yemək yemişəm. İzləyicilər də elə deyəcək, yol boyu bu yeyə gəlir. Vallahi hamı deyir dadına bax. Mən belə olsa gərək ancaq dada baxaraq. Yox, o çox olar. Nə qədər götürürsün? İt balaca bax bu. Bax bu mən bu titrir, bu ət kim seçir? Ha? Gözəldir yoxsa? Çox qəşəngdir. Bu görək gözəl məsəl. Ha, yer gəlmişsən gənclər Qahab kəndindən. Bəli. Ha, Qahab ürəkdir da, gənclər də, özləri də. Bismillah. Sevil qızım, qusura baxma, tək yeyəcəm. Gəl dadına bax. Bismillah. Qəbra görmə. Qəbra görür. Görüm sənə necədir. Malım necədir malım? Nə göstər? Effekti var yoxsa? Çox dəhşət. Kim bişirib bunu? Bu de bax. Hamı Bir oğlum. Cəzalanmalısan. Yəni Ters koy qabağıma. telefon nömrəsi verəcəm, kim çölə gedəndə o adamı tapsın. Mən məsələn belə gözəl bişirəm mən. Çox güzel. Mən niyə Aslı, deyirəm? mən Ana bir bu dadına verim bax. sənə. Yox bir dadına bax, orada yeni dadına bax. Deyirsən bu mən çöp var da. Bir oğlum. Daha sən ayrı Yo tikən. ver. Yox bunu verim sevilə dişləmişəm. Ver mənə bir də çıxılır. Baxın gör nətər, necədir. Canı oturaq burada heç şeyə Burada getmir. burada da elə. Canı oturaq. Yox biz geri qaytaran yox. Nə yapalım? Sən də qahaqlısan. Rəngin çox açıq. Qaldırım İngilis dilində danışır. Daha da ölkədən gəlir. Təlimdən gəlir. Dəqiq qahaqlısan. Ha şükür. Tək elə olsun. Öz bildiyi qahaqlıdır. Bəs Allah razı olsun. Elimiz alsın. Yox, bəs. Dadına baxdım, bəs. Allah razı olsun. Nə olar, sən rəngindən bir belə verərdin ona. Nə olar? Yox, bəsdir. Yox, xahiş edirəm. Yox. Aymal bir dəqiqə dayan başqa şey deyirəm. Bir dəqiqə dayan bax Saçını görədim. hardan almış? Saçını götür. Yox, Xoşun olsun. Elə Bu insanlardan deyirsən. yatmışam. Deyirəm, elə utanırım. Görən deyəcək, bax, dilənçisiz adam. Düşmüşəm yolda yemək yeyirəm. Uzaqda az işləmişik bir yerdə. İndi tanıdın məni. Yox, qardaş. Dostlar, yer gəlmişəm, bax. Naxçıvanda o qədər belə diqqət var, yoldan keçən, qonaqpərvər, mükəmməl. Yediyin azmışsın, bir də pay tutublar ki, yolda apar. Gənclər, sizə minnətdarım. Var olun, halal xoşsuz olsun. Biz O saçını da götürə bilərsən. 100%. Bir çay şaşır. Nerede qaydanda oynayar? Ha, 100%. Əmim də əsas. Mənim əmim. Nerede? Orada baş iş belə. Gəl. Mən həmişə sizin Instagramda da deyirəm. Allah razı olsun. Gəl.
Sən qardaş gəl ışığımızdan yararlan. Baxın. Hər şey gözəldir. Burada o bulaq suyuna görə heç nə təklif eləmirik. Bulaq suyunun əvazını Hər şey əladır. Mən o belə kişilər işləyirəm. İstirahatınıza baxın. Bir dənə bu canavar kimindirsə, ətdən göstərin, çəksin ki, biz özünüzdən müqayisiniz. Sağ ol, çox hər şey təşəkkür olun. Sağ ol. Hadi çıxalım. Gələndə bizim məzən Yaxşı, nömrəmiz var, götürmüşəm sənə. Yerində Ceyla'yı Əlaqə saxlayasınız, gələndə mənə də deyil, mən də. Oldu, sağ olun. Öpürəm. Amma top gətirərdiniz, vay boza doyuyorsunuz. Sen ocağa ta git. Gitme ocağa. Keçindən qaçığı var, keçi kəndi. Ha, deyirəm də, sağasın olasan bu rəngin bu qədər şəffaf olasın. Oldu, sağ olun. Allah razı olsun. ver ikisini, getir o yana. Ha, bir dənə xahiş edəcəm. Bilirəm eləsiz. Sadəcə xahişdir. Ən az ətrafı. Mən keçən dəfə gəlib o söhətli özüm 2-3 saatına, bəlkə 5 saata yığıb sizi bildirəm. Biz bunu hamısı eləmək gedəndə demişəm, hamısını yığışdır. Əslində hamı hamıya deməlidir ki, Narahat olmayın. bilirəm, öpürəm, sağ olun. Sağ olun, sağ olun. Deyirsən adam sonra bizimizə. Çatdıq qaytaranlığa. Əlimə bıçaq götürmüşəm. İlan çıxsa qabağıma, belə bıçaqlayacağım ilanı. Mən indidən alim bir boğulum. Qəymət olmasa əraziyə mən nəzarət eləyərəm. Bütün ilanlara deyirsən ki, əli bıçaqlı oğlan gəlib bura. Mən qabaqda gedirəm. Arxamda gəlin, narahat olma. Əli bıçaqlı. Havalayıram gedirəm. Yox, yəni getməyənə də deyək ki, əli bıçaqlı oğlan gəlib. Bəli. Bu qalını daha yaxşı olur, yoxsa? Bəli, yoğunu olanda, yoğunu daha suludur, üstəmişən soçnudur. Qaynadanda da yəndə bilirsən ki, nəsə bu naziklər bu qədər də sulu olmur deyənə. Keçəldən isə daz yaxşı. Ha, amma indi nə olan o, nə vardı odur da, nə? Amma yenə də Əmimdən oxşuyuruq. yenə də sağ ol. Canım əmim, çox sevirəm əmim. Səndən həmişə fəxr Sağ eləmişəm. ol, abi. Bu gün də fəxr eləyirəm. Sağ ol. Sən bizim ailəmizin, bizim nəslimizin, kökümüzün Allah razı olsun. yeganə bir Davamız. oğlusan ki, bəli. Allah razı olsun. Cəmiyyət içərisində belə böyük bir nüfuz sahibisən. Sağ ol, Allah razı olsun. Bilirsən, hər adam o nüfuzun sahibi ola Mən indi bilməz. Dayıoğluma görə Əgər nələr sən- bəxş eləyəcəm. Bax, bax, bax. Dayıoğluma görə nələr bəxş edəcəm. Göbəlaydı. Bu yeməlidir. Bəli. Birinci aparaq Şahin yesin. Heç Bəli. sonra Kimə ürəyin istəyir verə Bu bilərsən. adam göbəlaydı. Bəli. Yeməlidir. Ha. Bəli. Ən gözəl Ay göbələk. nə ki, bir bol bundan sonra çöl proqramında olasın. Allah qoysun inşallah. Yəni sağ ol. Yəni Allah uğurlarım bol problem olsun. yoxdur. İrandan problem yoxdur. Qağalamışam gedib. Razı. Allah razı olsun. Uğurların bol olsun, həmişə başımızı uca eləyəsən, cəmiyyət içərisində həmişə nüfuzlu olasan. Çünki Allah razı olsun. Deməli, yer gəlmişəm bu xəşə bitkisidir. Cəyaxına bunu bismillah. Yeyirlər. otdur da o. Xaşa, ha, xaşadır. Ha, yeyil. Cəmaatın xəşəliyinə girmişik. Nə oldu? Heç nə eləmir. Neynir? Gəlsə alınmır. Narahat olma. Göbələk hara qoyum mən? Qum boşuna gör. Bu maşın. Ola yenə taparım. Ola. O söhətdükdə mərə söz də olur, değil mi? Olar. İndi vaxtı keçib bəlkə də. Kulaq var da. Getmişəm ha. Deyirəm, bu yerlər nə gözəl yerlər, tamam. Rəhmətli atamla gələrdim buralara. Onun haralara getməmişəm. Hə? Elə bil ki, ömrün üstünə ömür yazılır. Əmi, Allah sənə bərəkətli ömür versin. Tayfamızın ağsaqqalısın. Əslində əmimlə belə an keçirmək mənə o qədər yəni əvəzsiz hədiyyədir ki, sanki bir
xatirə üstünə bir xatirə yazılır da. İnsanlara buradan tövsiyəm, mütləq böyüklərinizi sevin. Onları tez-tez ziyarət edin, gedin, görün. Qulluğunda durun, gəzdirin, yanınızda otursunlar. Bilavasitə övladlara deyirəm. Çünki onlar bir gəzən tarixdir. Bu tarixi hər zaman dəyərləndirmək lazımdır. Çünki bilmək olmur, o tarixdə kimlər var, o anı sən kiminlə yaşayırsan, səndən sonra kim yaşayacaq? Nə bilim, məndən ayrı bir simpatiyam var. Geçənlərdə verilişə getmişdim, paltarlarım burada deyildi, Naxçıvan televiziyasına qonaq çağırmışlar. Tayfa Tox'dan kimdən soruşdum, Razmerimdə kostyum olmalı. Xamamada dedim, dedi ki, əmimin var. Dedim ki, geydim, elə bir şal var, pencəyi, kostyumu. Tam mənim qəlbimə tikilib. Ölçülərimə uyğun. Geydim, yallah, getdim verilişə. Deməli, sual edirsiniz ki, qaytaran nədir və necə bişirilir? O haqda qoy əmim desin, nələr hazırlanır bunlar. Buyur əmim. Bu qaytaranı bizim bu Əlində çay boyu, mən deyim ki, çətlərin çoxundan istifadə eləmirlər. Ya bilmirlər bunun Bilmirlər və nə üçündür, nədən yanadır. Bunun həm müalicəvi təsiri var, həm də iştahı artıran bir şeydir. Yəni kimsə iştahsızlıq varsa qaytaranı bunu bu cür yığırıq, sonra aparıq bunu, otlarını təmizləyirik, başqa otlarını var, təmizlənir. Qoyuruq suda qaynayır. Yəni necə şaşırı qaynadırsan, eynən bunu da qaynadırsan, bişir. Bu acıdır. Bu acılığı var bunun. Bu bişəndən sonra bunu götürüb yığırsan bir ayrı qabın içərisinə, üstünə təmiz şirin su dökürsən, adi suda, yəni şirin su. Qarır suyun içində 2 dəfə, 3 dəfə suyunu dəyişirsən bunu. Ondan sonra acılığı çıxır. Pendirlə bunu ikisinin üstünə belə qoyursan çörəyin arasına. Yeyin dadını özü görür, ondan sonra deyəsin səbi qaytaranı yemək lazım yoxsa lazım deyil. İndi əmi, hər şey bir yana. Pendirinlə bir gedik. Əmi, mən başımı qatıb məndən çox yığmışsan. Buna nə ad verək? Sənin işin orada, mənim işim budur. Yox da indi ədalətsizlik orada. Axırda hər kəs payından mənə verməlidir, %20. Geçən hangisini verim sənə? Yox, zəhmət. Sən verəcəm canım. Yox, Allah razı olsun. Elə deyirəm, söz olsun. Verilişlərin birində sən veriliş aparırdın. Aha. Bir xanım dedi ki, elə mən yemək yeyirəm, kökəlirəm. Mən neyim ki, kökəlməyim? Güldün və dedin ki, yemə daha. Yemə daha deyən kimi, onlar məhkəmdən gülüşdülər. Sözün əslində düzgün dedin sən onlara. Yeyirsən ki, kökəlirsən də, yeməsən ətər kökələ bilərsən sən. Kətlərin hamısında olmuşam, gəzərdə də olmuşam. Vaxtında. Yox, indi niyə gəzmirsən? İndi gəzmirsən deyəndə, İndi də gəzək də. gəzmək üçün gərək kimsə sənin yoldaşlıq elə gedəsən gəzəsən. Yoldaş mən. Sən nə vaxt dedin, mən getmədim. Dedim ki, Sən bir kəlmə deyən kimi mən dedim, mən hazıram, o sonra. Boş beşər adamım, nə edirəm ki mən? əmi, gəl belə elə. Əmimi götürüb çıxıb gedəcəyik uzaqlara. Hara keçsəniz, mən hazıram. Özdə xamam pensiyazat gəlməyəcək sizə. Əmimlə xəşləyib belə gələcək. Bunu bulançar tapmışam, əmmə göstərdim, əmm baxmadı ki. Bax, bulançar. Quş qonmaz. Mərət söz, bu deyə ha. Bunu verəcəm əmi sənə. Arada sana sorup sual eləyəsən də alış. Ay da oğlum, mən uzun sormuş suala. Qaytaran yığmışam, biraz verəcəm, məndən nə yapsaq da? Mən nə deyim oxudum? Görürsünüz, hər şey elə belə yola verdi adamlar. Gel qaytaran verim, məsələni bağlayır. Ay sağ ol, ha, zaman neyini? Mənim də əlimdən gələn bu. Deməli, söz verdim ki, qaydanda burada çay içəcəm. İndi isə elə bu məkanda bir çay içəcəm. Deməli, indi çay içəcəyik dostlar. Sonra da mövzumuza davam edər. Buna çəkib belə məhsullar qoyublar, satırlar. Qiymətləri soruşacam. Hər bitki növündən mövcuddur. Bu bitkilər neçəyədir? 2 manat. Hər biri 2 manatdır. Ələyiz var, əvəlik də var. Çoban yastığı, kərli otu.
solma çiçəyi, qazotu, qantəpə, dağ naynəsi, qantəpə budur, buradadır. Qoz, səviz. Bu ne istiyorsun? Onu 4 manata verir. Turistler xaricini alırlar, Ye, o yesinler. Sumak, Sumaq 3 manatdır. sumak dərəsi indi buranın. Bəli, əlindədən burada. Qıtqından yığılır. Maşallah. Onun heç bir qapısı yox olur. Hə, Allah, təmiz sumak. Bax, qazotlu budur. Qazotlu bəli, əsəbləri sağ. Sinir sistemi sakitləşdirir, çox faydalıdır. Qiymətləri də məlumat verdi. İndi çay. Bu isə çayımız. Həmin sənə Biboğla, əmin hesabına, yəni Biboğla şeylərə çay xidməti göstərəm. Əri mürəbbəsidir. Sağlarla köməyin olsun. Allah razı olsun. Nəlbəkilər. Bu əmimin, bu abimin, bu sevili, bu da mənim. Bu mürəbbəlik. Gazetkada deyirlər. Mən deyərəm, bu yeganə, bu məsələ bizim ölkədədir. Başqa heç bir dünyanın yerində mən bunu görməmişəm. Aha. Bu da konfet oxşar qənd. Oğa, deməli, atam ki, hardansa gəlirdilər, qənd gətirmişdi. Belə 400-ə qatarda veriblərmiş. Ha, o Qatarda. Kağızda, mən nə deyirəm, mən şokoladda həsrətlə gözləyirəm konfet. Çartda adama, kişi bir dənə uşaqlara açmışıq ki, bu qənddir. Amma o qəndi konfet ilə də belə xəyalıyla, həvəsinə, o bir qatlardan fərqlidir deyirik. Yəni, bax Qatarda belə. verirlər da elə. Qatarlara gedəndə verirlər qan. Əri mürəbbəsinin gözəlliyinə baxın. Suyun səsi, hava gözəl, sevdiyim insan yanımda, özümü xoşbəxt hiss edirəm. O binokulla nəyə baxırsınız elə? Dağ geçsin. Bir yenə də aşağı. Bəli. Sevirsən görənməyəsən. Hə, görə bilmir. Ayda, dağ geçilər var dostlar. Buradan binokulla, mən də deyirəm bayaqlar, başqa binokul da var idi, uzun. Ya elə buydu. O birisi fotoğraf. Ha, göründü maraqlıdır. Çox maraqlıdır. Lavaş da yapmışıq. Baxırsınız. Hə, gedək gəl. Lavaşın gözəlliyi. Qızılımız sana. Qıpqırmızı. Görürsünüz? Sulursan, səhər tezdən pendir, şirin çay. Maşallah, günlər gözəl. Sabah tezdən gəlirik bura. Burada gözəl ocaq yanır. Xəmirimizi yoğururuq, kətəmizi bişiririk. Yaxşı şəkildə hazırlayırıq, bəhbəhlə. Başımızda yer gəlmişə Türkiyədə olaq bir yerdə işləmişik. Bunu hardan yığmışsın? Mən Baymatdan çöldən yedim. Sıx indi. Göbələk sırt var. Göbələk çimen göbələyi. Hələ qaş, bəsdir. Bir daha. Qoy, yox, bizə xahiş edirəm. Mən özüm sənə əziyyət verən adam oxşuyuram. Bismillah. Əmi, buyur. Çayın şəffaflığına bax. Sana deyirəm ora təmiz sudur. İndi gəlib oradan su götürəcəm, pH-ını yoxlayacam dərəcəsi. Bu Naxçıvan duzu olsaydı, məsələn, belə batırardıq güya. Bu quş quyruğudur. Buna gözəl qardaşımız gətirdi, sağ olsun. Deyəsiz bu mübarizə ilə ancaq yemək yeyirik. Bismillah. 20 mən bu vazında olanda dağ, dərə, təpə, hara gəldi gedirik. Əlində şeysə quş quyruğu, yelmi, nə bilim. Dostlar, açıq deyim, mən indi o qeyd edirdim, mən çayxor deyiləm. Amma burada çay o qədər xoşladım, 3 stəkan içdim. Çox dadlı çaydır. Allah razı olsun. Nuş olsun, halal Gələcəm xoşunuz olsun. yenə. İnşallah. Yığdıq, gətirdik, bax belə su doldurduq üzərinə. Bu yarpaqları mütləq çıxardırsınız, acı olmur. Ondan sonra bu qaynayır. Baxırsan da yumuşaq olur bişəndə. Bişdikdən sonra soyuq suya qoyacağam. 2 dəfə suyunu dəyişəcəm ki, tam acısı keçsin. Ondan sonra duzlayıb yeməyi olur. Hətta doğrayıb yumurta ilə qovurmaq olur. Möhtəşəm bir dadı olur. Çox gözəl dadı olur. Qoyduq qaynasın.